TK sınavından düşmüş ehtimal sualına baxaq. Deyir, məktəbdə keçirilən sərgidə 6 qız və 4 oğlan olmaqla 10 şagirddən 4 nəfərlik komanda seçilməlidir. Komandada ən az 2 qızın olması necə müxtəlif üsulla seçilə bilər? Ən azı 2 qızın olma ehtimalını tapmalıyıq. Ən az 2 qız deyəndə 3 qız da ola bilər, 4 qız da ola bilər, hətta 2 qız da ola bilər. Gəlin baxaq. Birinci ehtimalımız kombinezon. Ümumi qızların sayı nə qədərdir? 6. Ən az 2 qız seçildiyi üçün 2 qız ehtimalını götürdük. Və bizə 4 nəfərlik komanda seçilməlidir. Yəni komandada 4 nəfər üzv olmalı, düzdürmü? Əgər ikisi qızdırsa, demək ki, ikisi də oğlandır da. Ümumi oğlanların sayı 4 olduğu üçün kombinezon 4-dən 2 götürdük. Üstə gəl. Daha sonra qızların sayını 3 götürəcəyik. 4 nəfər üzv lazımdır. Yerdə qalar 1 oğlan. Oğlanların da ümumi sayı 4 dənədir. Yəni kombinezon 4-dən 1. Bir də ən sonuncu ehtimal 4 nəfər üzvün 4-ün də qız olma ehtimalı. Yəni kombinezon qızların sayı 6, 6 nəfərdən 4 götürə bilərik. Bunu da hesablasaq deməli kombinezon 6-dan 2, 6 vur 5 bölü 2, 15. Vurulsun 4, kombinezon 4-dən 2, deməli 4 vur 3 bölü 2, deməli 6. Üstə gəl. Digəri olacaq 20 vurulsun. Kombinezon 4-dən 1 elə 4. Üstə gəl kombinezon 6-dan da 4 verəcək bizə 15. Hesablayaq. 15 vur 6 deməli 90, üstə gəl 80, 170, üstə gəl də 15, 185. Deməli neçə müxtəlif üsulla seçilə bilər? 185 üsulla seçiləcək.